Salam. Son zamanlar sosial şəbəkələrdə nar meyvə yeyəni haqqında maraqlı videolar izləyirəm. Zərərvericinin narın tac hissəsindən meyvəyə daxil olması çox düzgün göstərilir. Ancaq bağban üçün ən vacib sual bundan sonra yaranır. Bəs bununla necə mübarizə aparmaq lazımdır? Hesab edirəm ki, kənd təsərrüfatı sahəsində hazırlanan hər bir maarifləndirici material 3 suala cavab verməlidir. 1. Problem nədir? 2. Problem nədən yaranıb? Üçüncüsü, bununla necə mübarizə aparmaq olar? Əgər üçüncü hissə olmazsa, bağban problemi tanıyacaq, amma çıxış yolunu tapa bilməyəcək. Mən heç kimi tənqid etmək istəmirəm. Əksinə, istədiyim odur ki, ölkəmizdə fəaliyyət göstərən elmi tədqiqat institutlar, dövlət qurumlar və aqronomlar birlikdə kənd adamına tam məlumat versinlər. Onda çəkilən hər bir video daha faydalı olar. Uzun illərin təcrübəsi mənə öyrədib ki, xəstəliyi və zərərvericini tanımaq işin yarısıdır. Digər yarısı isə düzgün və vaxtında mübarizə tədbirlərini öyrətməkdir. Bağbanın gözlədiyi də məhz budur. Nar meyvəyəni ilə mübarizədə aqrotexniki tədbirlərin aparılması çox vacibdir. Ağacların dibinə düşmüş qurdlu meyvələri yığıb məhv etmək. Ümumiyyətlə, bağı səliqəli, səhmanlı saxlamaq. Feromon tələlərdən istifadə etməklə kəpənəyin uçuş vaxtını izləməyi və dərmanlamanın düzgün vaxtını müəyyən etməyə kömək edir. Kimyəvi mübarizədə məqsəd tırtıl içəri girməmiş onu məhv etməkdir. İmamaktin benzoat, xlorantropinal, xlorantranipol, spinotram və ya spinosaat tərkibli dərmanlardan istifadə etməklə bu zərərvericinin qarşısını almaq mümkün olar. Unutmayaq ki, düzgün vaxtında vurulan bir dərman gecikmiş 2 dərmandan daha səmərəlidir. Əziz həmkarlarım, integrir mübarizədə bağbanlarımızı xəstəliklərin aşkar olunmasında, onlarla mübarizədə maarifləndirilməsi biz aqronomların vəzifəsidir. Ona görə də hər kəsə bu işdə müvəffəqiyyətlər arzu edirəm. Sağ olun, gələn görüşlərə dək.